Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Habibi ilahil alamin. Ebil Kasimi Muhammed ve ala ehli beytihi tayyibin tahirin. Ve la'natullahi ala a'daihim ecma'in. Minel an ila qiyami yevmiddin. Bugün 8. imamımız İmam Rıza aleyhisselamın mübarək mövlud günüdür. İnşallah elə söhbətimizi İmam Rıza aleyhisselamın bir bərəkətli hədisi ilə başlamaq istəyirəm. Sonda da inşallah İmam Rıza aleyhisselamla bağlı bir neçə kəlmə deyərik. Bizə əsas belə məclislərdə imamlarımızın tövsiyələri lazımdır ki, onlar bizləri necə görmək istəyirlər? Onlar bizlərə nələri tövsiyə edirlər? Necə həyat tərzi qurmağımızı, yaşamağımızı istəyirlər? Əsas məclislərin hədəfi bundan ibarətdir ki, biz o cür şəxsiyyətlərdən bir örnək, bir nümunə götürək, onların kəlamlarını öyrənək. İmam Rıza aleyhisselamdan bir gün soruşurlar ki, ən yaxşı Allah bəndəsi kimdir? Oradan da insana da maraqlı olmalıdır ki, Allah yanında ən yaxşı bəndə kimdir? Və hər kəs də istəyər ki, Allah yanında ən yaxşı bəndə olsun. Kim bunu istəməz ki? Bir dəstə insan, bir qrup insan, bir şəxslər gəlirlər İmam Rıza aleyhisselamın yanına, buyururlar ki, ağa, ən yaxşı bəndə kimdir? İmam Rıza aleyhisselam buyurur ki, hər kəsdə 5 sifət olarsa, o Allahın ən yaxşı bəndəsidir. Əvvəlcə bunu deyək ki, hər bir şeyin yaxşısı var. Hər bir qrup insanın bir yaxşısı var. Məsələn, qeyd eləyə bilərik ki, Allah Teala yer üzünə 124 min peyğəmbər göndərdi. Ən yaxşı, ən üstün peyğəmbər kimdir? Həzrəti Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmamlarımız var, digər peyğəmbərlərin vəsiləri olub, yəni canişinləri olub. Ən yaxşı peyğəmbər canişini kimdir? Həzrəti Əli aleyhisselam. Nə qədər dünyada Allah Teala xanımlar yaradıb, qadınlar bu dünyaya gəlib köçüblər və hal-hazırda da varlar, bundan sonra da gələcəklər. Ən yaxşı qadın kimdir? Həzrəti Zəhra salamullah aleyha. Bütün gecələrin ən yaxşısı Qədir gecəsi. Nə qədər Allah Teala gecələr yaradıb, ən üstün gecə hansıdır? Qədir gecəsidir. Ondan sonra qeyd eləyə bilərik ki, nə qədər kitablar yazılıb, Allah tərəfindən nə qədər səmavi kitablar göndərilib. Ən yaxşı kitab, ən üstün kitab hansıdır? Qur'an-ı Kərim. Və mələklərin, Allah Teala nə qədər mələklər yaradıb, ən üstün mələk hansıdır? Cəbrail aleyhisselam. Həftənin 7 günü var, ən yaxşı gün hansıdır? Cümə günüdür. Və 12 ay Allah Teala qərar verib, Qur'an-ı Kərimdə də 12 ay qeyd olunur. 12 ayın ən üstün ayı hansıdır? Ramazan ayıdır. Və nə qədər zikirlər var, la ilahe illallah, subhanallah, elhamdülillah. Ən yaxşı zikir hansıdır? Salavat, Peyğəmbər və Ali Peyğəmbərə. Allahümme salli ala Muhammed və Ali Muhammed. Baxın, bütün bu şeylərin içində ən yaxşısı var. Bəli, həyatımızda da biz bu şeyləri görürük. Ən yaxşı ərzaq var. Gedirik dükanda, ən yaxşı ərzağı axtarırıq. Ən yaxşı paltar var. Ən yaxşı paltarı özümüzə seçmək istəyirik. Ən yaxşı maşın var. Ən yaxşı maşını özümüzə seçmək istəyirik. Ona görə də ən yaxşı bəndə də olmalıdır. Allah yanında ən yaxşı bəndə kimdir? Gərək bəndəsilikdə də insan gərək neynəsin? Ən üstünlüyü axtarsın və insanın da haqqıdır ki, bəndəçilikdə ən üstününü axtarsın. Gərək məqamın da ən yaxşısını axtarsın. İndi gələk hədisə İmam Rıza aleyhisselam görək. Bizim üçün hansı sifətləri buyurur ki, o sifətlər hər kəsdə olsa, İmam buyurur ki, bu ən yaxşı bəndədir. 1.
İmam buyurur ki, o kəslər ki, insanlara yaxşılıq eləyərlər, xidmət göstərərlər, insanlara ya, təsəvvür edin, Allaha demir, Allaha xidmət, namaz, ibadət öz yerində, onunla işimiz yoxdur. Allah bəyənən ən yaxşı əməl, imam bəyənən ən yaxşı əməl, deyir ki, insanlara xidmətdir. Amma bu xidmətdə, deyir, o kəslər ən yaxşı bəndədir ki, bu xidmətdən xoşhal olarlar, narahat olmazlar, minnət qoymazlar. Deyər ki, nə yaxşı ki, filan kəs gəldi, borcu məndən istədi. Daha deməz ki, bunu yenə də gəldim məndən borc istəməyə. Narahat olmasın gərək. Minnət qoymasın gərək. Yaxşılıq eləsin, minnət qoymasın. Yaxşılıq eləsin, narahat olmasın. Yaxşılıq eləsin, ürəkdən eləsin, xidməti ürəkdən eləsin. İmam buyurur ki, bu Allahın ən yaxşı bəndəsidir. Biri deyər ki, nə yaxşı ki, mənim maşınımdan istifadə elədi. Nə yaxşı ki, məni çağırdı o filan işi görməyə. Nə yaxşı ki, mənə zəng elədi filan şey dedi. Gərək bu cürlə insan düşünə. Hətta təşəkkür eləyə ki, sən bu işi məndən istədin, məni savaba batırdın. İmam Rıza əleyhissalamın elə özündən bir hadisə nəql eləyək. Bilirsiniz, İmam Rıza əleyhissalam Mədinədən hara sürgün olundu? Xorasana sürgün olundu. Məlun Məmunun əmri ilə. Təzə gəlmişdi Xorasana, heç kim, əksəriyyət onu tanımırdı. O vaxtı da hamamlar bilirsiniz, ümumi hamamlar idi, hər kəsin evində hamam yox idi. Və imam da sadə həyat yaşayırdı, yəni belə üstün həyat da yaşamırdı ki, yox, xüsusi olaraq hamam boşaldılsın, mən gedim hamama, yox, belə şey yox idi. İmam da digər insanlar kimi gəlirdi, girirdi ümumi hamama, çinməyini eləyib çıxırdı, gelirdi. Bir gün hamama girdi, gördü ki, bir cavan onu çağırır. Tanımır bu kimdir? İmam Rıza əleyhissalamdır. Bu cavan onu tanımır. Təzə şəhərə gəlib. Çağırır, deyir, imam gəldi, dinlədi. Deyir ki, bu kəsanı başıma su tökə bilərsən, əlim sabunludur. Bu kasa ilə başıma su tök. Və imam da həvəslə götürdü, başladı kasa ilə başına su tökməyə. Hamamda biri vardı, tanıdı imamı. Dedi ki, gəldi cavan dedi ki, sən bilirsən o kimdir? Dedi ki, yox, tanımıram, bir ağsaqqaldır da gəl. Dedi, o imamdır, İmam Rıza əleyhissalamdır, sən niyə belə eləyirsən, ona su tökdürürsən, başı gəldi, üzr istədi. Dedi, ağa, bəs mən tanımadım səni, sən kimsən, bəs sən imammışsan, məni bağışla, üzr istəyirəm. İmam dedi ki, yox, mən sənə təşəkkür eləyirəm ki, mən gəldim çinməyə ki, savab qazanam, təmizliyin savabı var da, Peyğəmbər də salavatullah buyurur ki, təmizlik imandandır. Təmizliyin savabı var. Deyir, mən gəldim çinməyə, bir savab qazanım, bir dənə də sənə xidmət elədim, 2 savab qazandım. Ona görə də sənə təşəkkür eləyirəm ki, sən məni bugün bir yox, 2 savaba çatdırdın. Bax, imamımızın rəftarı bu idi. Allah Qurani Kərimdə buyurur ki, ya eyyuhəl-ləzīnə amənu, la tubtilu sədaqatikum bil-mənni vəl-əza. Ey iman gətirənlər, ey möminlər, verdiyiniz sədəqələrə görə, verdiyiniz infaqlara görə, köməyə görə minnət qoyub insanları narahat eləməyin. Bəzi insanlar bu cür nədir? Verərlər, ondan sonra nə edərlər? Ondan sonra minnət qoyarlar və bu minnət qoymaq insanlara əziyyət verər. İnsan həmişə həyatda 2 şeyə çox diqqət eləməlidir, yəni unutmalıdır. 2 işi insan gərək həyatda həmişə unutsun. 1, başqalarına etdiyi yaxşılığı gərək unutsun. Bir yaxşılıq elədin, unut getsin. Allah unutmaz. Sən unut getsin. 2-ci, deyir ki, sənə edilən pisliyi unut. Başqalarına yaxşılıq etdiyin yaxşılığı unut, yaddan çıxart, Allah öz dəftərində yazar. 2-ci nədir? 2-cidir ki, sənə edilən pisliyi unut. Qoy sənin qəlbində kin-küdurət qalmasın. Biri var idi, bir nəfərə kömək eləmişdi. Soyuducu almışdı onun üçün. Soyuducu yəni xaladelnikdə, rus dilində desək. Soyuducu almışdı onun üçün. Araları da var idi, bu kasıb idi, bunun da biraz imkanı var idi. Əlaqələri də var idi. Bu soyuducu alanda tez-tez evinə gedərdi, gələrdi. Hər gələndə oturardı evində, biraz keçərdi, deyərdi ki, o soyuducudan mənə bir stəkan sərin su gətirə bilərsən. Gətirirdi, bir stəkan soyuq su verirdi ona. İkinci dəfə yenə gələn deyərdi ki, o soyuducudan bir stəkan su mənə verdi. Hər belə deyəndə yada salmaq istəyir ki, o soyuducunu mən almışam, sənin üçün. Yəni, su istəməklə yada salırdı. Sən məcbur deyilsən ki, sonra gedib su içərsən də. Bəli, bu cürlə insanlar da olur ki, həmişə yada salırlar ki, bu yaxşılığı
mən eləmişəm. Allah Taala bu cürdə insanları bəyənmir. Birinci dedik ki, o insanlar Allah yanında ən yaxşı insanlardır ki, onlar yaxşılıq edib əziyyət verməzlər, minnət qoymazlar. İkinci, günah etsələr, İmam Rıza Aleyhisselam buyurur ki, günah etsələr, ora-bura yozmazlar. Günah eləmirsən, hər kəs günah eləyə bilər. Biz məsum deyilik. Hər kəsin günahı ola bilər. Da ora-bura yozma. Ay bilmədim, ay nə bilim, işin bu cür nədir, ay nə bilim, başqa cür mümkün olmadı. Yox. Məlumdur ki, başqa cür mümkün olmadı və sən getdin bunu elədin. Daha yozub özünü günahdan paka çıxartma. Elə bir dənə tövbə elə qutarsın getsin də. Dönəm bilməmişəm, ilahi bilməmişəm, səhv eləmişəm, günah eləmişəm. Allah səni bağışlasın. Allah yanında ən yaxşı bəndə budur ki, günah eləyə, ora-bura yozmaya, tövbə eləyə, istiğfar eləyə, səhvini etiraf eləyə. Allah bu bəndəni bəyənir. Nə olsun günah eləyib? Tövbə eləyəcək də. Hür kimi insan, Kərbalada hür kimi insan ora-bura yozmadı. Demədi ki, mən Yezidin məmuruydum, mən bu cürlə işim bu idi, vəzifəm bu idi. Dedi, yox, mən günah eləmişəm, səhv eləmişəm. Hətta işim də bu olubsa da səhv eləmişəm. Etiraf elədi, imamın yanına gəldi, tövbə elədi. İmam da qəbul elədi, Allah da qəbul elədi. Baxın, məsələ budur. Allah yanında ən yaxşı bəndə budur ki, günah edər, amma nə edir? Günahını ora-bura yozmaz. Əshab-ı Şənbə deyilən bir qövm var Qurani Kərimdə Allah Taala Yahudilər barədə danışır. Allah ki şənbə günü bilirsiniz də Yahudilərin günüdür, bayram günüdür, tətil günüdür, nə günüdür. Hər halda o şənbə günündə o baş verən hadisə ki var onunla bağlıdır. Yahudilər Allah Taala ki onları imtahan eləmək üçün dedi ki şənbə günü, yəni bu günü balıq tutmayın. Onların da dolanışığı, yeməyi, içməyi balıqdan çıxırdı. Allah Taala istədi biraz imtahan eləsin bunları. Həmən balıq tutma, Allah ki buyurmuşdu, həmən günü balıq tutmayın. Sonraki günlər tutarsınız. Bunlar nə etdilər? Bunlar başladılar bu işi ora-bura yozmağa. Gəldilər suyun qırağında bir arx qazdılar. Arxla su axdı, gəldi, balıqlar da axdı, gəldi başqa bir çalaya. Ondan sonra o çalanın suyu qurudu. Səhər gəldilər, başladılar balıqları yığmağa. Deyəndə ki, günah eləyirsiniz, dedilər ki, yox, biz balıq tutmamışıq ki. Yerdə qalmışdı, biz də onu götürdük, getdik evə. Baxın, bu öz günahına bəraət qazandırmaq və ora-bura yozmaq deməkdir. Allah Taala bu cürlə insanları Qurani Kərimdə bəyənmir. Hətta bəzi yerlərdə Allah Taala lənətləyir. Bu da ikinci bir sifətdir ki, birinci dedik ki, ən yaxşı bəndə Allah yanında odur ki, insanlara yaxşılıq edər, minnət qoymaz, əziyyət verməz. İkincisi, günah edəndə tövbə edər, ora-bura yozmaz. Üçüncü sifət, İmam Rıza Aleyhisselam buyurur ki, Allah yanında ən yaxşı bəndə nemət verilən zaman şükr edər. Şükr edən bəndə olar. İndi biz gərək görək ki, Allah bizə nə vaxt nemət verir, gərək şükr eləyək. Bu cür nə düşünək? Yox. Deyir, insanın o dilindəki şükürdən söhbət getmir ki. İnsan ola bilər, hər gün şükür desin, hər namazda şükür desin. Amma bir də var ki, şükür demədən, dilə gətirmədən insanın bir şükür etmə halı var. İnsanın sifətinə baxanda görürsən ki, bu insan həmişə narazıdır. Haçan dindirirsən, görərsən ki, bir şey deyər. Ay, bu nə həyatdır, bu necə yaşayışdır. Bu müəyyən bir sözlərlə öz o həyatdan, yaşayışdan narazılığını bildirər. İnsanda bir şükür edən sifət, hal görəndə insan xoşhal olur. Allah deyir ki, gərək insan bu cürünə ola. Bu o demək deyil ki, Allah Taala hər nə sənə verəndə gedib, səcdəyə gedib bir şükür eləyəsən. Yox, ümumi olaraq sən həyatda necə yaşayasan? Həyatda şükür edən bəndə kimi bir yaşayasan və sənin Allaha şükürün də heç vaxt o neməti unutmamağın deməkdir. Allah Taala təkcə bu maddi nemətlərdən söhbət gəlmir ki, biri var idi İmam Hadi əleyhissalamın dövründə, 10-cu imamın dövründə mütəvəkkil, lənətullah xəlifə onu zindana salmışdı. Bir müddət həbsdə zindanda olandan sonra çıxdı, gəldi. Təbii ki, həbsdən çıxan insan necə olar? Qazanc yox, pul yox, imkan yox. Bir müddət evdə oturdu və onda bir şikayət etmə halı yarandı. Gəldi İmam Hadi əleyhissalamın yanına. İmam Hadi əleyhissalamın yanına elə çatanda imam bildi ki, bu nə demək istəyir. Birincisi imamdır.
qeybi biləndir. İkincisi də ki, söhbət imamlıqdan getmir ki. Bir insan görürsən ki, insana yaxınlaşanda dərhal onun halından məlum olur ki, bu nə demək istəyir. Çünki imam onun vəziyyətini bilirdi. İmam bildi ki, bu şikayətə gəlib, dedi ki, hələ o dillənmədən dedi ki, sənə verilən nemətlərin şükrünü eləmirsən, gəlmirsən şikayətə. Sən elə Allah sənə bu qədər nemətlər verib, sən bunların şükrünü elə, ondan sonra şikayət edirsən. Bu adam özü də təəccüb elədi ki, Allah vəziyyət belədir də, hansı nemətin şükrünü eləməliyəm. İmam başladı onun üçün saymağa. Dedi ki, bir, İslam neməti, müsəlmansan deyir. Müsəlmançılıq nemətinin şükrünü elə Allaha. Allah səni müsəlman qərar verib, müsəlman ola bilmirsən, müsəlman qala bilmirsən. Bu böyük bir nemətdir. Allah Teala bu nemətin şükrünü səndən istəyir. İkinci, dedi, salamatsan, sağ salamatsan. Məmunun, mütəvəkkilin zindandan hər kəs sağ salamat çıxmır. Bunun şükrünü elə deyir. Allaha bunun şükrünü elə. Üçüncü, dedi ki, sən qənaətcil insansan, həris insan deyilsən. Bu həris olmamağının şükrünü Allaha elə. Həris olmamaq yaxşı bir xüsusiyyətdir. Hər kəsin malında gözün yoxdur. Bu üç nemətin şükrünü deyir, həmişə Allaha elə. Sonra imam ona 100 dirhəm pul verdi, ondan sonra yola saldı onu. Baxın, imamlarımız bu cür, məsumlarımız bu cür olur. Köməklik edərlər. Amma köməklik edəndə də elə bir söz ona deyərlər ki, o həmişə ta qiyamətə qədər o söz onun dadına çatsın. İmam ona 100 dirhəm verdi və sonra da onu yola saldı və dedi ki, heç vaxt şikayətçi olma. Üçüncü sifət, İmam Rıza Aleyhisselam buyurdu ki, nemət verilən zaman Allaha şükür edən bəndə olarlar. Dördüncü, əgər bəlaya düçar olarlarsa, səbir edərlər. Bəla gəldi, imtihan gəldi, çətinlik gəldi, səbir edən bəndələrdən gərək olasan. Allah Teala Qur'an-ı Kərimdə də Əsr surəsində buyurur ki, وَتَوَاسَوْ بِالْحَقِّ وَتَوَاسَوْ بِالسَّبْرِ Səbir edən olun Allahın imtihanları qarşısında, bəlaları qarşısında və bu səbri başqalarına da tövsiyə etməklə məşğul olun. Bu cür nə olsa insan, Allah Teala həmən o surənin əvvəlində buyurur ki, وَلَعَسْرِ اِنَّ الْاِنْسَانَ لَفِي خُسْرِ Bütün insanlar xəsarətdə olur, amma bu sifəti olan insanlar xəsarətdə olmazlar. İllellezine amenu ve amilusalihat ve tevasav bil haq ve tevasav bis sabr. Beşinci sifət İmam Rıza Aleyhisselamın buyurduğu axırıncı buyurdu ki, ən yaxşı bəndə Allah yanında odur ki, qəzəblənərkən bağışlayar. Qəzəbləndin. Qəzəbin soyusun, bağışla. Qəzəb halında qisas almaq düzgün bir şey deyil. Çünki sən qəzəb halında qisas alsan, o qarşı tərəfə cavab versən, mütləq şeytanın toruna düşəcəksən. Bir, təhqirə təhqirlə cavab vermə. İkinci, söyüşə söyüşlə cavab vermə. Bu insanın xüsusiyyəti, mömin insanın xüsusiyyəti olmalı. Əgər belə olsa, Allah Teala deyir ki, Allah Teala o insana 3 xüsusiyyət verir. Yəni qəzəblənən vaxtı bağışlayan olsa, Allah Teala ona 3 mükafat verər. Bir, Allah razı olar ondan. Yəni qəzəbləndin, qəzəblənən kimi dərhal intiqam alan, qisas alan olma. Əvvəlcə bir bağışla. Ondan sonra söhbət lazım olsa davam olunacaq. Birinci budur ki, belə olsa Allahın birinci mükafatı budur ki, Allah səndən razı olar. İkinci budur ki, şeytan səndən narazı olar. Allah razı olsa orada şeytan narazı olar. Şeytanın istəyi nə idi? Şeytanın istəyi budur ki, biri qəzəblənsin, o birinin cavabını dərhal versin. Üçüncü budur ki, qarşı tərəf sənin qəzəbin soyusa, qarşı tərəf məğlub olar və peşman olar, gələr səndən üzr istəyər. Bu çox mühümdür. Bu 5 sifət insanda olsa, İmam Rıza Aleyhisselam buyurur ki, bu Allah yanında ən yaxşı bəndələrdən olar. Şeytan Nuh Aleyhisselama bir gün gəlir, deyir ki, Nuh Peyğəmbərə şeytan gəlir, deyir ki, 3 yerdə yəqin bil ki, mən oradayam. Şeytan Nuh Peyğəmbərə deyir ki, 3 yerdə yəqin bil ki, mən oradayam. 1. Əsəbi olanda, insan ki, əsəbi oldu, bilsin ki, şeytan onun yanındadır. Və mütləq əsəbi halda şeytan istəyər ki, insana bir günah elətdirsin.
ya ağzından bir nalayıq söz çıxartsın, ya qarşı tərəfə elə bir hərəkət eləsin ki, o şeytanın sevincinə səbəb olsun. Birinci məqam budur ki, şeytanın orada olması, deyir ki, əsəbi olanda insanın yanındadır. İkinci şeytan deyir ki, naməhrəmlə tək olanda, şeytan deyir, mən oradayım. Mütləq bir günah gərək elətdirəm. Naməhrəmlə insan ki, tək qaldı, şeytan deyir, mən oradayım. Üçüncü, hökm verərkən, yəni qərar verərkən bir şeyə, hökm verərkən iki nəfərin arasında bir iş barədə, şeytan deyir, mən oradayım. Gərək mütləq vəsvəsə eləyəm, insana bir səhv qərar verdirəm. Ona görə şeytanın toruna düşməmək üçün insan gərək əsəbi halda neynəsin? Əsəbi halda qərar verməsin. Əsəb soyusun, gərək sonra da qərar versin. Və digər məsələlər də naməhrəm yanında tək olanda gərək neynəsin? Şeytanın şərrindən uzaq olsun və hökm verərkən də hökmü şeytanın göstərişinə əsasən verməsin. Bu, İmam Rza əleyhissalamın 5 tövsiyəsi idi ki, İmam Rza əleyhissalam buyurur ki, bu 5 sifət kimdə olsa, o Allah yanında ən yaxşı bəndələrdəndir. İmam Rza əleyhissalamın həyatını bilirsiniz. İmam Rza əleyhissalam yəni tarixə əsasən, yəni yazılmağa əsasən, yəni belə düşünəndə ki, İmam Rza əleyhissalam sürgün həyatı yaşayıb, amma bugünkü gündə baxırsan, görürsən ki, həqiqətən də İmam Rza əleyhissalam yox, digər imamlarımız İmam Rza əleyhissalamdan daha çox qəribdilər. Bəzən İmam Rza əleyhissalama bu cürlə müraciət edirlər ki, qərib imamdır. Amma imam düzdür, öz vətənindən ayrı düşsə də, başqa bir yerə gəlsə də, orada elə bir doğmalıq gördü ki, onu öz vətənində görməmişdi. Bugünkü gündə də bu cürlədir. Baxırsan, görürsən ki, Mədinədə imamlarımızın vətəni, doğulduğu yer, yaşadığı yer, ata-baba yeri onlar üçün qərib olub. 4 dənə imamımızın məzarı var orada, amma heç bir dəyər verilmir onlara. Amma İmam Rza əleyhissalamın görürsünüz, hərəmini, şəhərini, məşhədini, ziyarətini və s. və ilaxır. Belə baxanda da İmam Rza əleyhissalam orada sağ olarkən cəmi 3 il yaşayıb. 3 il yaşadığı yerdə bu qədər ona dəyər verdilər, amma ömrünün çox hissəsini yaşadığı yerdən neynədilər? Onu sürgün elədilər və heç bir qədir qiymət də qoymadılar. O baxımdan İmam Rza əleyhissalamın ziyarəti çox mühüm ziyarətlərdəndir. İmam Rza əleyhissalamın həyatı çox mühüm həyat tərzidir ki, insan nə qədər o həyata diqqət eləsə, baxsa, oradan nümunə götürər, özünə örnək götürər. Bilirsiniz də, bəzi mənbələrdə də keçir ki, İmam Rza əleyhissalamın ziyarəti kasıbların həccidir. Yəni, ən ucuz başa gələn ziyarətdir də. Bir insan həccə gedə bilmir, bahadır. Bir insan məsələn Kərbalaya gedə bilmir, bahadır. Başqa imamların ziyarətinə gedə bilmir, bahadır. Amma biraz pul düzəldib İmam Rza əleyhissalam Məşhəd ziyarətinə gedib gəlir və keçmişdə də, yaxın keçmişdə maşallah nə qədər Məşhəd ziyarətinə gedib gələnlər vardı. Allah Taala bizlərə bütün imamlarımızın ziyarətini nəsib eləsin inşallah. Amin. Allah Taala bizlərə İmam Rza əleyhissalamın ziyarətini nəsib eləsin inşallah. Amin. Və İmam Rza əleyhissalamın şəfaətini qiyamətdə bizlərə nəsib eləsin inşallah. Allah Taala tezliklə İmam Zaman əleyhissalamın zuhurunu təcil eləsin və imamımızın zuhuru ilə yer üzündə haqq ədalət bərpa olsun inşallah. Zalimların kökü kəsilsin, aradan geçsin inşallah və digər imamlarımızın, həccimizin, digər ziyarətlərimizin də biz imamlarımızın da rahat ziyarətini edə bilək inşallah. Amin.